Bu yogada pul var mı merak ettiği orada insanlara da yogada pul var mı? Masaya her şeyi koymaya hazır mısın? Hazırsan let's go baby. Deməli bugün biz klubumuzun üzvü olan Səkinənin qonağıyıq. Səkinə yoga müəlliməsidir və onunla birlikdə podkast edəcəyik. Belə gəlirik. Burada Mia Yoga olduğu bilinir. Qapıda Instagram adresi var. Qəşəng bir şeydir. Mənə görə yəqin ki açıq qalır. Ay nə gözəl həyat var. Hello. Hoş geldin sen. Xoş gördük. Necə edirəm ayaqqabılarımı? Burada çıxardım. Burada çıkart ayakkabıları. Aha, ayaqqabımızı burada. Nə gözəl həyəti var. Bir yoga müəllimi neynir? İçəri girəndə. Yoga müəllimi içeri giren kimi heç nə. Alıp gəlirəm, paltarımı qoyuram bura. Aha. Eşlərimi qoyuram bura. Aha, qəşəng. Sonra içine paltarımı dəyişirəm. Matları bəzən sərili olur, bəzən sərili olmur, sərilik. Sonra buranı yandırıram. Yana yana en sonunda kül oldu. Bu günləri mən əslində istəyim odur ki, bir yoga müəllimi necə olunur? Yəni məsəl üçün də dondurma necə hazırlanır, nə bilim nə necə olur o arxa səhnəsində. Amma biz bilmirik ki, bir yoga müəllimi necə bir çıxır ortaya. Necə yəni necə bir yolculuqdur da bu. Əvvəlcə istəyirəm sən biraz özünü təqdim elə. Adımı deməyə ehtiyac var yoxsa? Mən amma yenə deyirəm. Adım Səkinədir. Yoga ilə həmişə yoga müəllimi olmaq istəmişəm, amma həmişə fikirləşmişəm. Birdən də yəni sanki özüm üçün o sehri itirmək istəməmişəm. Çünki yoga mənim həyatımda çox dönüş nöqtəsi eləyən, çox insanları geridə qoyduğum, nə bilim, çox özümün, yəni qəliblərimdən çıxdığım bir sahə olub deyə. Mən düşünürəm ki, şuuraltı olaraq bunu ertələmişəm də irəli dönəmlərə. Təhsilini nə vaxt almaq istəmişəm? İlk dəfə yadımdadır ki, sənə dedim ki, Kəmal, bir məsələ var idi. Dedim, böyük bir qərar verməliydim. Dedim, neyniyəcəksən? Yoga müəllimi olacaqsan. Mən də belə qaldım, dedim, nə? Yəni, nə əlaqədə, yəni? Yadımdadır ki, sən də mənə demişdin ki, bəs şeydir də, yəni, sən yogadan danışanda gözlərinin içi parlayır da, çox fərqli bir şəkildə. Bilmirəm, ola bilər ki, o toxum orada bir yerlərdə qalıb da mənim beynimdə. Ondan sonra çox adam dedi ki, bəs şeydir, yoga ilə məşğul ol. Hətta rəfiqələrimə falan yoga elətdirirdim də onlayn falan ki, hə necədir, nə cürdür. Bu şəkildə yoxluyurduq. Sonra mənə dedilər ki, yavaş-yavaş mən burada yaşamırdım, Gəncədə yaşayırdım. Dedilər yavaş-yavaş başda, nə bilim nə. Amma mənim üçün belə bir sahə deyil. Çünki mən bir şey eləyirəmsə və bu yoqadırsa, bunun dərinliyini, yəni ən azından məsələn də anatomiyanı bilməliyəm. Mənə görə, yəni bu addımını atın, sonra öyrənərsən kimi bir şey deyil. Biraz mən buna çox da yaxşı yanaşmıram. Ona görə də təhsili fikirləşirdim. Keçən il 2024-dən fikirləşirdim, amma maddi olaraq biraz məsələn mənim beynimdə qurduğum hələ Türkiyədə təhsil almaq idi. O birisiləri bilmirəm də, yəni aşağı-yuxarı amma eyni qiymətə gəlib. Məsələn, bir yoga müəllimi olmaq üçün ilk addım ataraq nə qədər büdcə lazımdır? Mən sənə deyim, mən onlayn təhsil almışam amma daha sonra isə imtahanı vermək üçün və inziva kampına getmişəm Türkiyədə. Mənə aşağı-yuxarı hələ belə onlayn kiçik büdcəli olaraq Teledən görməyə çalışıram. Teledən görməyə çalışıram. Yəni bir 2500-3000 var yəni. Amma gedirsən və getdim və təhsil almaq istəyirsən. Var, oradakı inziva var, yəni. Hə, gedirsən və təhsil almaq istəyirsənsə, orada qalmaq istəyirsənsə ki, bu hardasa bir 6-7 min falan ətrafındadır. Yəni bir yoga müəllimi olmaq istəyirsən 10 mini əldən çıxartmalısan. 10 mini əldən çıxartmalısan. Amma mənə birinci sualın cavabı getdi. Hə, 10 min. Məsələn, maddiyyat hissəsi budur. 10 mini əldən çıxartmalısan. Bu fərq yoxdur məncə dünyanın harasında olursa olsun, gedirsən və orada yaşayırsan. Və s. bu şəkildə. Düşünürəm ki, yoga müəllimi elə belə olunmur da. Yəni mən məsələn indi yoga müəllimi olmağım təsadüf deyil. Təsadüfdə bir şey yoxdur onsuz da, şablon kimi səslənsə də. Çünki bunun fonunda mən
o bünövrəni çox sağlam atdığımı düşünürəm. Məsələn? Çünki məsələn mən gələ-gələ də düşünürdüm, tarixi aydınlaşdırmağa çalışırdım ki, görəsən mən psixologiyaya həyatımın o dur dediyim nöqtəsi nə vaxt idi də, yəni özümdən bezdiyim nöqtəsi nə vaxt idi? 2000 hardasa 19-20 ərəfələri idi və pandemiya mənə yoqanı qazandırıb, amma ondan əvvəl, pandemiyadan əvvəl məsələn psixoloji seanslara başlamışıq. Hətta seanslara başlamamışıq. Qrup terapiyası kimi bir şey var idi o vaxt. Yəni mənim yararlandığım və mənim həyatımın dönüş nöqtəsi olan nöqtə o idi və indi də məsələn yoga müəllimi ola bilərsən. Hər kəs ola bilər yoga müəllimi bu arada. Amma Yoga Sutralar kitabında belə bir şey var. Deyir ki, birinci hətta bölümdədir. Birinci cümlə odur ki, bütün həyat praktikalarından sonra yoga praktikası başlayır. Almalı olduğun dərsləri. Hə, dərsləri alandan sonra yoga praktikasına başlayırsan və mən ona görə düşünürəm ki, yoga çox adam üçün deyil də. Məsələn, mən əvvəllər deyirdim ki, ayda niyə insanlar məsələn qaça-qaçdadılar da, niyə şeyləmirlər də, yoga sakitləşmək istəmirlər də insanlar. Demək ki, hələ də hazır deyillər. O həyatın bəzi praktikalarından keçməyiblər kimi bir şey. Bəs bu yoqada hamı merak etdiyi orada insanlara da yoqada pul varmı? Pul varmı desən, hə, əlbəttə ki, hər sahədə pul var. Çünki hər sahənin öz adamları var. Yəni bu dəqiqə məsələn mənim yanıma daha çox gələnlər əgər başlanğıc səviyyədələrsə, başqasının yanına gedənlər irəli səviyyədə olurlar və yaxud da ki, yəni o dəyişir də nəyəsə görə, amma hər bir halda var. Məsələ ondadır ki, mənim üçün məsələ ondadır ki, biraz daha ədalətli qoyasan. Onsuz da dünən bir məsələ oldu. Biz klubdakı qızlarından birindən danışırdıq. Dedi ki, ayda yoga görüşlərini, yəni çox şey eləyirsən də, büdcəsini çox aşağı qoymusan. Mən də dedim 9 manat. Hə. Var, 9 manatsa yığılıb gələk də. Yığılıb gəlin də, yəni niyə gəlmirsiniz? Burdan o haqqında danışırıq. Onsuz sən xidmətlərin haqqında belə detallı, qiymətli falan danışacağıq. Hə, yoqanı məsələn çox biznesə çevirən insanlar var və bunu bilirsən necə eləyirlər? Mən çox görürəm. Məsələn, keçən dəfə bir xanım gəlib, ayağında, dizində problem var. Dizi elə bir ki, qatlayanda, açılanda xırsıldayır da, yəni səs çıxarır. Ki məndir. Hə, amma mənim də yəni bədənim səs çıxarır da. Bu o demək deyil ki, mənim bədənimdə də problem var və mən hərəkət eləyəndə dedi, şeydir, Səkinə xanım, sizin də ayağınızdan səs çıxır. Mən də belə deyirəm ki, hə də normaldır yəni. Bilirsən, bəzən müəllimləri, mentorları ilahiləşdirirlər. Və bilirsən, və o ilahiləşdirmək o qədər təhlükəli bir şey idi ki, yəni mən bunu uzun müddət əvvəl başa düşmüşəm. İlahiləşdirirlər və görəndə ki, yox, nəsə bu bundan uyğun gəlmədi. O həmin adam göydən belə yerə düşür. Göydən yerə düşənə qədər o ilahiləşdirmə prosesini saxlamalısan. Axı və təəssüf ki, həqiqətən bunu edən çox adam var. Özlərini ilahiləşdirən və buna da pullar sərf edən insanlar var ki, yəni elə deyil də. Məsələn, mənim üçün normaldır. Yəni məsələn hərəkəti eləyə bilirsənsə, gəlir deyir ki, mənim bədənim niyə elastik deyil? Mən də deyirəm ki, mənim bədənim niyə açılmır? Gözləyir ki, yəni mənim kimi bədəni açılsın. Mən deyirəm ki, yəni belə təkəbbür olaraq demirəm, amma deyirəm mən bunun üstündə 5 ildir çalışıram, illərdir çalışıram da. Yəni siz dərsə gəlmirsiniz falan, deyir ki, danlayırsınız məni. Deyirəm, danlamıram. Sadəcə reallığı deyirəm ki, yəni əmək lazımdır. Çox insan əmək verməyi sevmir və indi bazarda elədir də, əmək asan üsulları insanlar daha belə tez istəyirlər. Bəs yaxşı, yoqada müəllim uzaqdan durub şey eləməsi okeydir, yoxsa müəllim onun qıçını belə dartması, nə eləməsi? Yəni bu necə baxırsan buna? Mən çox ehtiyatla davranıram. Təhlükəli sularda üzrəm. Hə. Yox, mən çox ehtiyatla davranıram tələbələrlə. Məsələn, deyir ki, bunun ayağı açılmır ya da nə bilim belə açılmır, nəsə əli qolu getmir də. Bunu üstünə gedib dartmaq lazımdır, yoxsa ona zaman vermək lazımdır? Yəni çünki bəzi yoga müəllimləri deyir ki, üstünə getmək lazımdır, dartmaq lazımdır. Yəni əgər anatomiyanı bilirsənsə, zorlamalısan, son həddinə qədər çatdırmalısan. Bu artıq orada idmana girir də biraz da. İndi bilmirəm, sən necə düşünürsən bu haqda? Mən bilirsən necə düşünürəm Kəmalə. Yəni mən həmişə gələn xanımlara da deyirəm ki, mən sizə deyə bilərəm ki,
açın bədəninizi, açın deyə bilərəm. Amma bədəninin necə ağrı çəkdiyini sən bilə bilərsən. Yəni mən dedim aç sənin ayağını və ağrı olan yerdə biri var dartınma, biri var ağrı. Ağrı olan yerdə dayanmalısan. Nəyi zorluyursan, hara tələsirik yəni. Nə olacaq da yəni açıldı da bu qədər, çox açıldı. Ayağın çox açıldı, əlin çox açıldı. Nə fırlandın 360 dərəcə nə dəyişəcək də yəni. Ona görə məsələn mən hətta elə adamlar var ki, onlara toxunmaqdan xoşu gəlmir. Məsələn bizim dərslərimizdə etik və olmalı olan budur ki, toxunanda icazə alsan, olur sizə toxunum. Deyirlər ki, hə əlbəttə bəzilərinə qəribə gəlir bu sual yəni. Çünki Elə cəmiyyətdə yaşayırıq ki, yəni zaten insanlardan burun-buruna. Yəni də bəzən deyir, hə əlbəttə toxunun da yəni, amma toxunmaq belə addım bir. Məsələn də açırsan ayağını, adamın sudurqası tuta bilər. Hə, sudurqasını normal sonra düzəldirik, amma yəni niyə mən zülm verim ki? Adam zülm zaten onsuz da həyatın hər hissəsində, yəni bir şəkildə ağrı, bir şəkildə nəsə var da, çətinlik var da. Bu adam gəlib yoqaya rahatlamağa. Mən bəzən müəllimlər egolarına düşürlər. Məsələ bilsən nədədir? Var da sosial media. Ona görə mən sosial media adamı deyirəm. Dərsə girəndə video falan heç nə çəkmək də yadıma düşmür. Yəni adam məsələn şpaqata oturur da. Yəni demək üçün ki, bilsən mənim tələbəm şpaqata oturdu. Egosunu tətmin etmək üçün və yaxud da ki, başqa insanları cəlb etmək üçün. Mən də belə təhlükəli sularda üzürəm, böyük ehtimal linçlənəcəm. Amma həqiqətən də belədir də. Yəni mənə görə doğru deyil. Mənə görə satışı necə aparılacaq? Yaxşı, əgər onu göstərməsən, necə eləmək olar? Düz deyil, məsəl üçün, zaten mən gedim yoqaya, şpaqat açmağa gələn insan hədəf kütləsi var ki, sən bəlkə də insanla işləmək də istəmərsən. İndi məsəl üçün, necə bir insanla işləmək? Yəni, səncə sənin hədəf kütlən, sən yanına gələn insan necə olmalıdır? Necə olanda sən deyirsən ki, mənim tələbəm işlər budur? Hal-hazırda mənim hədəf kütləm bilsən hansı insanlardır? İşdən özünə vaxt tapmayan və o 1 saatı belə qaça-qaçla gələn adamlardır. Yəni təsadüf deyil də, bu onların başlanğıc səviyyəsidir. Hə, irəli səviyyəsinə keçəndə bəlkə də o hərəkətləri var, məsələn, bir neçə tələbə var ki, gəlirdir ki, mən bu hərəkəti eləmək istəyirəm, amma görürəm ki, yox da hazır deyil də. Deyirəm ki, gəlin eləməyək, deyir, bir yoxlayaq. Deyirəm ki, okey, gəlin bir yoxlayaq da. Çünki bir də bilirsən nə məsələ var? Eləyib ruhdan düşmək deyə də bir şey var. Mən istəmirəm insanlar ruhdan düşsünlər. Yəni elədim, alınmadı, ruhdan düşdüm. Hətta mən dərslərdə çox vaxt hərəkəti tam eləmirəm, axıra qədər eləmirəm. Çünki müqayisə eləyirlər. Müəllimlə müqayisə eləyirlər, nə bilim, yanındakınla müqayisə eləyirlər və bu bizim özümüzə gündəlik həyatda elədiyimiz şeydir. Matın üzərində də bunu eləmək, bunu onlara yansıtmaq mənə məsələn çox absurd gəlir. Yəni bu mənim istəmədiyim bir şeydir. Hədəf kütləsi isə dediyim kimi, məsələn, dünən yoga görüşlərindən bağlı bir nəfərlə danışırıq, deyir ki, gələn həftəyə ya da yeni ilə. Deyirəm ki, yox, yeni ilə yox, gələn həftəyə. Yəni özünə həftədə 1 saat vaxt ayıra bilmirsən. Yoga görüşü haqqında danış, necə bir şeydir? Nə qədər vaxtda eləyirsən, necə eləyirsən? Yoga görüşü necə bir şeydir? Mən ilk əvvəl fikirləşdim ki, qrup şəklində eləyim, onlayn və qrup şəklində olsun. Sonra bəzi adamlar dedilər ki, canlı görüşə və s. Canlı hal-hazırda mən də alındıra bilmirəm, amma bəlkə bir gün eləyərəm. Hazırdakı xidmət nədir? Hazırdakı odur ki, danışırıq, səninlə söhbət eləyirik, qərarlaşdırdıq, vaxtı müəyyənləşdirdik və ilk növbədə otururuq və sənin bədəninin ehtiyacına baxırıq. Bədənin nəyə ehtiyacı var? Bir söhbət eləyirik də, arada 5 dəqiqə bir söhbət eləyirik, yoqadan danışırıq. Olanı, yəni nə var hal-hazırda? Təkbətək olan görüşdür? İndi hal-hazırda hə, təkbətəkdir. Bəlkə daha çox enerji sərf eləyəcəyim bir şeydir, amma sənin dediyim kimi mən də başa düşmüşəm ki, məsələn mən daha çox təkbətək individual görüşləri və praktikaları daha çox xoşlayıram. Çünki məhz həmin insana yönəli olur.
Bəlkə mən özümdə də elədi deyə, mən özümdə məsələn kimdənsə nəsə mentorluq və yaxud da ki, nəsə alanda tək olmağına daha çox önəm verirəm. Nəinki qrup halında da. Bütün diqqətim həmin adamın problemində və yaxud da ki, problemində yox, yəni məsələsində olur da. Ona görə də belədir. Yəni oturub 1 saat vaxt olur, 1 saat 10 dəqiqə də ola bilər, 1 saat 20 dəqiqə də ola bilər. Bəs bunu məsəl üçün belə canlı şəkildə, qrup şəklində eləmək olmaz? Hə, olar. Yəni desən ki, indi çatdıra bilmirəm. Ola bilsin ki, gələn həftədən və yaxud da ki, gələn ildən çatdırdım. Bu ola bilər də. Gələn ildən böyük ehtimal belə şeyləri eləyəcəm. Nə qədər çox eləsəm, məncə o qədər çox. Məsəl üçün insanlar görsə ki, belə insanlar bir yerə topluşurlar, bu haqqda danışırlar. Məsələn, biz yoqanı ancaq çətin hərəkətlər, nə bilim, ancaq mən dağda bayırda nəsə şpayot açmaqla bağlı bilirik axı. Yəni bunun həqiqətən də mentalımıza yaxşı gələcəyini bilmək. Heç məsələn sənin dediyin bir söz var, ən xoşuma gələn şey odur. Mən həmişə məsələn yoqaya başlayıb yarıda buraxmışam da. Orada bir şeyə çatmaq istəyirəm və çata bilmirəm, buraxıram. Amma hara tələsirik ki, yəni yoqada yəni nə olacaq ki? Hə. Məsələn bu adamı bir rahatladan düşüncədir və bunu düşün ki, həftədə bir təsəvvür et ki, 20 nəfərlə danışırsan. Günə 5 nəfər gəlir, yoga saatı var, yoga görüş saatı bilməm, açıq qapı ilə eləmsən. Gəlirlər 5 nəfər, 1 saat ərzində danışırsınız, gedir. O artıq özü qərar verir ki, mən yoqaya davam edim yoxsa yox. Hə, onsuz da niyyət də odur. Məsələn də enerjilərimiz uyğunlaşmaya bilər də. Hamı ilə uyğunlaşmırıq enerjilərimiz. Mənim ondan, onun məndən. Yəni bu qarşılıqlı bir şeydir də. Məsələn, dərsdən zövq almaya bilər, dərsimi bəyənməyə bilər. Niyə adam gəlsin, dərsə tutaq ki və dərs olmasın, yəni dərs xoşuna gəlməsin və o da narahat qalsın ki, ayda ödənişimi istəyirmi geri, yoxsa mənə də məsələn mən də düşünüm ki, ayda belə. Yəni mənim üçün fərqi yoxdur deyə geri qayıda bilər, amma minimal büdcə ilə sən qərar verirsən də ki, bu adam mənə uyğundur. Vəbşə yoga mənə uyğundur bu dəqiqə, yəni. Ola bilər ki, uyğun deyil, çox normaldır. Ola bilər ki, bu dəqiqə idmana gedib ağırlıq eləmək istəyirsən, yəni canını çıxartmaq istəyirsən, tamam da, yəni bu da onun ehtiyacıdır. Yəni əsas olan amma o ehtiyacını görməkdir. Çünki bədənimizi hiss eləmirik axı. Yəni gəlir xanımlardır ki, bədənimi hiss eləmir. Yəni hiss eləmir də, yoxdur yəni. Bədənlə bağımız yoxdur. Bütün məsələ ondadır. Düz deyirsən. Bəs yaxşı, indi sən yoga dərslərindən danışaq. Necədir? Həftədə neçə dəfə olur? Ümumiyyətlə proses necə gedir? Ondan danış. Yoga dərslərim deməli studiyada canlı olan yoga dərsləri səhər və axşam saatlarında olur. Səhər 8, axşam 8 ya da 20-15 bu saatlarda olur. Amma gələn həftədən artıq ortada olur. Hə, gələn həftədən və gələn ildən gələn həftədən artıq günün ortasında da böyük ehtimal günorta saat 1-də də dərsləri eləyəcəyik. Çünki məsələn bu ətraflarda bəlkə işləyən adamlar var. Onlar mən məsələn idmana gedəndə görürdüm ki, iş saatlarının yemək fasiləsini abed vaxtı gəlirlər yəni. Gəlirlər. Məsələn bizdə necədir? Abunəlik də var. Abunəlik var, fərdi dərslər var, cütlük dərsləri var. O cütlük dərslərini mən vermirəm, Firuzə xanım verir. Amma fərdi dərslər və abunəlik var. Həmçinin olur. Məsələn bir abunə qrup dərsinə gəlmək istəyirəm. Həftədə neçə dəfə olur? Həftədə 2 dəfə. Yəni bir ayda 8 dəfə. Bir ayda 8 dəfə. Bir ayda 8 dəfə gəlirlər. Amma hə, saatı uyğunlaşdırırıq. Mənim saatlarım daxilində hansı saatda istəyirsə, o saatlarda gəlirlər. Qrupda maksimum 6 nəfər olur. Və digər proqramlarda var. Push 30 və OneFit var. Hansı ki, onlarla da biz əməkdaşlıq eləyirik və oradan da gələnlər olur. Oradan gələndə də o hissəni dəqiq bilmirəm. Ya orada da deyəsən ayda birində 8 dəfədir, OneFitdə isə deyəsən 12 dəfədir. Ola bilər yanıla bilərəm, amma bu şəkildədir yəni. Bəs belə məsəl üçün fərdi dərsin neçədir? Qrup dərsin neçədir? Aha. Fərdi qrup dərsi 120 manatdır. Fərdi dərslər isə fərdi dərslər 1 saatlıq olur dərslər və ayda 8 dəfə? O da yox, onu dəyişə bilərik də. Məsələn, adam öz ehtiyacına görə uyğunlaşdırır və deyir ki, həftədə bir dəfə istəyirəm, həftədə 3 dəfə istəyirəm. Orada artıq saat hesabı gedir. Bizdə o 60 manatdır, 50-60 manat civarında ehtiyaca görə dəyişirik. Hə, amma saatlandır. Bu şəkildədir. Amma belə bu studiyada olan dərslərdir, amma onlayn dərslər də var. Onlaynda isə mən sadəcə fərdi götürürəm, fərdi tələbə götürürəm. Bir də qrup şəklində yoga görüşlərini eləyə bilərəm. Bu şəkildə.
Onlayn dərslərdə eyni şəkildədir ödənişi. Yox, onlayn dərslərim fərqlidir. Yoga görüşüm bildik bu şey 9 manatdır. Amma bu ilin sonuna qədər belədir bu arada. Bu mənim niyyətimə uyğun olaraq yoqanın daha çox insana çatması adına və insanların yeni ildən əvvəl biraz bədənlərini rahatlaşdırmağı və stop eləməkləri adınadır. Amma fərdi dərslər isə 200 manatdır və orada da yenə də orada ehtiyaca uyğun da müəyyənləşdiririk. O da ayda 8 dəfə. Ayda 8 dəfə. Çox gözəl. İndi danışaq ümumiyyətlə bundan sonraki planlar. Yəni məsəl üçün yoqada məsələn başlanğıc və son varmı? Yəni bir müəllimin məsələn başlanğıc səviyyəsi, orta səviyyəsi, yəni nə olur? Hədəflər necə olur? Yoqa müəllimləri necə yaşayır bu həyatı, necə davam etdirir? Ondan biraz danış. Bilirsən nə yadıma düşdü? Bir dəfə mənə belə özümün çox təəccübləndiyi bir sual verdilər. Dedilər ki, yoqa müəllimi necə geyinir? Hə. Elə bir uzayda zətdə gəlir. Mən dedim, nə, yəni belə. Yəni belə də, yəni bilmirəm. Yoqa müəllimləri necə yaşayır bu həyatı? Mən şəxsən necə yaşayacağımı düşünürəm. Mənim üçün yoqada ən onsuz da məncə mənim yoqaya bu qədər cəlb edən şey o idi ki, yoqada son yoxdur. Davam elirsən. Məsələn, hərəkət etsən, başının üstünə qalxdın, yaxşı elədin də. Sonra bir əlini qaldırırsan, bu birisi əlin yerdə qalır. Sonra iki əlini qaldırırsan. Sonra oradan arxaya gedirsən. Sonra nə edirsən? Və bədəninin sərhədlərini kəşf edirsən. Bədəninin sərhədlərini aşırsan. Və bu o qədər məni cəlb edən bir şeydir də. Yəni məsələn, nə bilim, sonra daha çox ola bilər ki, yoqada sonra meditasiyaları daha dərindən öyrənirsən. 280 təhsili aldın, 280 saatlıq təhsil aldın. Sonra məndə 280 saatlıq təhsildir. Sonra da var, üstü var. Hə, 300 saatlıq təhsil var məsələn. Məsələn, başqa adamlarda 500 saatlıq təhsillər var. Yəni belə təhsillər var və bu da necə baş verir? Sən gedirsən təhsildə dönüşürsən, yəni. Sənin öz həyatın dönüşür deyəsən qarşındakı insana vəd eləmək bilmirəm nə dərəcədə doğru çıxar, amma qarşındakı insanın da öz həyatını dönüşdürə biləcəyinə inanırsan. Yəni bu mənim yolumdur bu arada. Yəni mənim yoqadan başlayaraq dönüşən yolumdur. Dəyişən və dönüşən, yəni 360 dərəcə dönüşən yolumdur. Ona görə də məsələn, mən təhsilə başladığımdan bu yana mənim həyatım bir dənə şablon söz var, amma həqiqətən də o həyatını altı üstünə çevrilir, altı üstünə daha gözəldir. Yəni hər ay düşünürəm ki, bu ayı da yola verim, necəsə yaxşı olacaq da. Ya stres olaraq, ya işin çoxluğu baxımından nəsə deyirəm ki, yox, gələn ay daha çox. Həyat şeyi göstərir sənə, kapasiten nə qədərdir? Yəni nə qədər bunların həyatın içində nə qədər elastiksən. Yoqada mənim ilk öyrəndiyim şey... Bədənimiz elastikləşsə, biz həyatın içində də elastik olacaq. Düşünürəm ki, bu mənim özümdə təcrübə elədiyim, mənim ilk yoqa ilə başlayım, bədənimin elastikləşməyidir. Sonra dönüşdü, dəyişdi, güclənməyə doğru getdi, bədənimi gücləndirməyə doğru getdi. Yəni bu şəkildə davam edir. Və mən inanıram, matın üzərində baş verən dəyişimlər fərqində olanda, dinləyəndə, fərqində olanda, həyata tətbiq eləyəndə həyatımızın da dəyişdiyinə inanıram, yəni. Bəs yaxşı, məsəl üçün də bir də postqabağıma çıxmışdı, elə bir yoqa müəllimi təlimi idi, nəsə belə bir şey. Deyir ki, sən matın üzərində tələbənə sən bu travman var, bunu elə, bu hərəkətə elə. Ya da nə bilim, səndə bunu görürəm, bunu elə deyə bilmərsən. Düzdür. Ümumiyyətlə, məsəl üçün də bunu işləyək. Elə ki, bizlər deyəndə tələbələr nəzərdə tuturam da, bizlər də elə bil ki, müəllimin ağzını açıb bizə səndə bu, nə bilim, ateş elementini eləsən daha yaxşı olar həyatında. Onu gözləyirik deyə başlayırıq danışmağa, açılmağa və yoqa müəlliminə aramda sanki yoqa müəllimi bizim terapistimizə çevrilir. Buna baxış açın necədir? Bunu mən öz təhsilimdə öz müəllimimdən öyrənmişdim. Bizə dedi ki, biz terapist deyilik. Dedi, yəni bunu yadınızda saxlayın. Və hətta mənim müəllim yoldaşlarımdan biri bir şey danışdı və dedi ki, belə içiniz karamsar oldu da, belə bir şey dedi.
Yəni siz də pis oldunuz, hə? Öz həyat hekayəsindən danışır. Müəllimə ünvanladı bunu. Müəllim də dedi ki, yox dedi. Dedi bu o demək deyil ki, mən sənə qarşı şeyləmirəm də, can yandırmıram, qayğı göstərmirəm demək deyil. Amma mən burada neytral mövqedəyəm də və deyir həmişə belə olmalısınız. Həmişə neytral mövqedə olmalısınız. Nə? Tam başa düşmədim. Necə? Bax, deyir ki, tutaq ki, siz danışdım həyatımız hansısa hissəsinə deyirəm ki, ayda Kəmal, bax, sənin də ürəyin sıxıldı, hə, bu dönəmdən. Bu dönəmi danışdım, amma mən özüm keçmişəm axı o dönəmi. O dönəmdən nə keçdim? Yəni bəzən insanlar elə düşünürlər ki, bizim acımızı, ağrımızı qabağımızdakı adam belə bizim kimi hiss eləyir, hiss eləməlidir və hiss eləyir. Amma yoga müəlliminin də elə bir şey var. Məsələn, bəzən hərəkətlərdə müəllimliyin ən sevdiyim tərəfi odur və məncə müəllimlik də odur. Sadəcə şahidlik eləyirsən. Adamın eləyə bildiyinə, eləyə bilmədiyinə, zamanına, eləyəndə sevinməyinə şahidlik eləyirsən. Oradan özünə pay çıxarmırsan ki, bu mənim uğurumdur. Hə, mənim uğurum dediyin yerdə egoya girirsən. Amma sağlam egoya girmirsən də. Və hə, bəzən mən məsələn otururam, xanımlarla danışıram da. Keçən həftə bir həftə var idi, full sadəcə insanlar danışmaq istəyirdi. Mən də danışdım, yəni dərsin bir hissəsini danışmağa ayırıq. Çünki yoga dediyin şey onsuz da mənə görə həyatdır da, yəni. Yəni elə gəldik, məsələn, oturduq matın üzərinə, həmişə başlayın, dərs eləyək deyil də. O adam danışmaq istəyirsə, o adamı dinləməlisən. Yəni çünki o adam bu dəqiqə sənə bütün qəlbini açır. Amma sən onu öz mövqeyindən dinləməli deyilsən də. Və məsələn, mənim bir rəfiqəm var, deyir ki, mənə astroloqum dedi ki, üzr istəyirəm, buradan mama astroloqum dedi ki, şeydir, bəs sənin od elementin çoxdur. Deyirəm ki, nəyə əsasən dedi də. Yəni astroloqu necə müəyyənləşdirə bilər? Hə, tamam deyə bilərsən ki, falan şeyə görə sənin çox ola bilər deyə bilərsən, amma çoxdur deyə bilmərsən. Çünki həyatın hər sahəsində dəyişir bu. Yəni vaxta, zamana, uyğunlaşdırmağa görə dəyişir. Mənim od elementim əgər bu dəqiqə, bu an çoxdursa, mən torpaq eləyirəm. Torpağı çox eləyirəmsə, torpaq elementim çoxalır və deyə bilmərsən ki, sənin od elementin çoxdur, get bunu, bu hərəkəti elə və diaqnoz qoya bilmərsən. Sən müşahidə eləməlisən. Yəni və mənim həyatımla və yoga ilə bağlı öyrəndiyim bir şey var. Heç vaxt hər şey 100% deyil. Orada bir ehtimal var. Ki 99,9 mənim həyatımda həmişə elə olub, 99,9 yox dediklərimin 0,1% hə çıxıb. Ona görə o ehtimalı buraxmalısan. Ola bilər ki, hə, o elementin aşağıdır, yuxarıdır və s. və gəl baxaq görək. Amma mən müşahidə edirəm axı, həmin adamın o elementi yuxarıdır da, tam aşağı deyil və s. bunu müşahidə edirəm də. Amma mən demirəm ki, yox, məncə belədir. Məsəl üçün, ayağım məndə şey olmuşdu, ayağımı aça bilmirdim, ayağımda nəsə problem vardı. Yəni problem deyildi. Deyirdi ki, hə, səndə tonus var, ayaqlarda tonus var. Demək ki, həyatda nə bilim addım atmağa çətinlik çəkirsən. O dəqiqə bədənimdəki bir hərəkətdən bir baxıcı kimi şey eləmək, nə bilim karman belə, o belə. Yəni məsəl üçün karma mövzusundadır. Yəni bu karman var. Onu nə qədər dəqiq bilmək olar, yəni bədənə baxıb nə qədər dəqiq bilmək olar? Bədənə baxıb, məsələn, bizdə hətta biz bunu zarafata çevirdik. Dedik ki, həyatımızdakı gələndə partnyorları indi neyniyək hocam? Bir dənə Surya namaskar var, günəşi qarşılamaq da. Dedi ki, mən sizin bir Surya namaskar eləməyinizdən bilirəm ki, siz hansı sahələrdə əksikliyiniz var. Amma bunu bizə ilk dərsdə demir. Deyir ki, okey, ola bilər ki, diqqət eləmirəm. İkinci dərsdə artıq, üçüncü dərsdə müəyyənləşdirirəm və bunu bizə heç vaxt özümüzə demir ki, sənin filan şeyin var. Deyirdik, hocam, neyə indi adama deyəkdir, bir Surya namaskar elə görə həyatın hansı sahəsində nəzərdə, yəni. Dedi, yəni bu qədər şeyləri bəsitləşdirməyim bunu da. Yəni bəlkə də sən bu işdə olduqca, istərsən bu ruhla bağlı bir şeydir axı. Sezgilərin ortaya çıxır. Ya da nə bilim, Yoga Sutra kitabında yazılmayıb ki, bu adam Surya namaskar eləyəndə belə eləyirsə, sezgilərin ortaya çıxır. Sezgilər ortaya gəlir də. Və bu bir vəhdət təşkil edir. Məsələn də, nə bilim də, sən adamın arxaya doğru sinəsini aça bilmə
potensialından bilirsən ki, bu adamın çakrası Ravorti. çakrası açıqdır ya yox. Amma çakralar söhbəti də yenə də mənə gəlib deyirlər ki, bəs çakraları təmizləyiblər. Bizə necə? Süpürgə. Hə, yəni bizə necə nə ediblər? Dəsmalla siliblər. Yəni nə ediblər də? Mən həqiqətən neytral yanaşıram və belə getməməyə çalışıram. Getməməyə yox, öz mövqeyimi çox bildirməməyə çalışıram, amma mənim öz mövqeyimi soruşursa da deyirəm. Və mən bunu nə vaxt deyirəm? Onda çakralarla falan bağlı məlumatım var. Məsələn, mən yoga müəllimlərini beynində şeyə qoymuşam, 2 dənə yerə qoymuşam. Bir, sırf anatomik olaraq insanın inkişafiyyatına yox. Bir də var ki, ruh, spiritual olaraq da. Yəni çakram belə getdi, karman belə getdi. Yəni düzümü ayırıram və həqiqətən də belədirmi, yoxsa hər bir müəllimdə özündə olur bu şey? Belə deyim də, mən bədən adamıyam. Çünki biz bu həyatda yaşayırıq. Bu həyatda maddi olaraq, yəni fiziki olaraq bədənimiz bu həyatdadır. Amma çakralar barədə də məlumatım var. Amma ancaq çakralar, ancaq meditasiyalar, ancaq nə bilim, afirmasiyalar, ancaq göydə yaşamaq düşmürsən də yerə, onda deyə bilərəm ki, hə, çox göylərdə yaşayırsansa, hə, hava elementin çoxdur deyə bilərəm. Amma demirəm də, yəni müşahidə edirsən. Yəni əziz tələbələr, siz də bunu tələb eləməyin. Yəni tələbə də tələb elədiyi üçün müəllim bunu deyir, sonra aləm qarşıda bir-birindən. Yoxya gələn insan çox sağ ol, yəni bunu dediyin üçün. Bədənim üçün bunu edirəm də. Yəni qoy mənim 3-cü gözüm açılsın, nə bilim nə, açılar lap gözəl. Amma müəllimdən də bunu tələb edir. Yəni tələb var ki, buna ehtiyac tələb falan söhbət. Bilirsən Kəmal, qoy bunu deyim, ondan sonra bununla bağlı deyərəm. Sənin ayağının o məsələsi var. Bunu bilsən nə vaxt deyə bilərsən? Tələbə deyir ki, məsələn mənim təcrübəmdə dünən belə bir şey oldu. Xanım dedi ki, mən 2 ildir idmana, nə bilim, yoqaya, boksa, hər şeyə gedirəm. Mən qarın əzələləri mənim gücsüzdür. Bax, bu halda deyə bilərsən ki, bunun psixologiya ilə bağlı, həyatla bağlı güvənsizliyi var deyə bilərsən. Mən də dedim ki, bu sual bu şəkildə olur. Güvənməklə bağlı, güvənməklə aranız necədir, dedi. Dedi, sıxıntılarım var. Demirəm ki, sən yox güvənmirsən insanlara. Deyə də bilmərəm, bu haqqı mən özümdə görmürəm. Haqqı özündə görənlər varsa, görməsinlər, xahiş edirəm. Çünki bilsən necədir? Sən demiş, tələbələr də onu gəlirlər mənə deyirlər ki, və biz adlandırmağı xoşlayırıq hər şeyi. Bir ara o narsist, mən məsələn travma sözündən zəhləm gedir, yəni. Travma deyə bilmirəm. Halbuki, yəni məsələn, bir ara bir adam var idi, dedi ki, psixoloq dedi ki, mənim anam narsistdir. Necə deyə bilərsən, yəni insana sənin anan narsistdir deyə bilmərsən, yəni. Məncə deyə bilmərsən. Mən də terapiya alıram və mənim psixoloqum mənə sən depressiyadasan demək istəyəndə o da məndən çox ehtiyatla danışır. Dedi ki, ola bilsin ki, ehtimal var ki və s. Bax, bunu məsələn tendensiya olaraq görürəm də. Məsələn, əvvəllər hamı depressiyadan sözün rahatlıqla deyirdi. Sonra psixoloqlar çıxdılar, dedilər ki, depressiyanın tanıları var da, o olmamış sən rahat. İndi insanlar rahat-rahat depressiyadan sözü demirlər. Travma sözü də belədir. Bunlar tendensiyadır, gəlib keçəcək. Yəni sadəcə biraz oyaq olmaq lazımdır bu mərhələdə ki, yəni okey, mənə dünyadan belə bir şey pompalanır. Mən buna getməyim də, yəni. Ona görə də məncə burada da yoga müəllimlərinin üzərinə iş düşür. Yəni durub danışmaq, kameranı açıb danışmaq ki, məsələn necə danışırıq səndən bunu. Heç bir insan ancaq durdu, hərəkət elədi mahnı ilə, Hindistanlı mahnılarla. Elədi, vəsə. Yəni mən bu qədər hərəkət edirəm, sən elətdirə bilərəm. Bu mesajı verdimi? Amma bir yoga müəllimi qorxur ki, 2 dəqiqə danışsam izlənməz, danışmayım. Onsuz da izlənməyəcək. Amma otur ürəyini aç da. Yəni çünki insanlar, biz şəxsi brendinqlə bağlamaq istəyirəm ki, insanlar sənin dinləməyini də, danışmağını da dinləmək istəyə bilər. Məsələn, bu videonu izləyib də sənin yanına müştəri gələ bilər. Baxmayaraq ki, bu video 40 dəqiqə olacaq. Yəni 40 dəqiqə olacaq ya da bilməm 1 saat olacaq, amma dərindən dinləyib də etkilənə bilərlər. Yəni demək istədiyim budur ki, ancaq həm tələbələrdə səhv var, həm də müəllimlərdə səhv var. Bu 2 nəfər qarşılıqlı oturub, yəni ağlını başına alması gərək və oturub aydınlaşdırmalıdır. Yəni görürsən də bu yoga sənayesi başqa bir istiqamətə çıxıb gedir. Sən buna dur deməyi bacarmalısan.
Hə. Yəni kiminsə əlini daşın altına qoymağı lazımdır. Biz yəni təsadüf bir şəkildə elə dünən Firuzə ilə bu barədə danışırdıq ki, Firuzə də mənim onsuz da bizim yollarımızın kəsməyi də bizim eyni şəkildə baxmağımızdır da məsələ. O da mənim belə yaralı olduğum yerlərdən yaralıdır. Çünki heç kəs demir ki, bu əllərimin üstünə qalxıram, o estetik pozaları eləyirəm. Amma bunun arxasında nə qədər yerə çırpılıram da. Yəni nə qədər yerə düşürəm. Yəni mənim yadımdadır, mən hərəkət edirdim, yerə bir çırpıldım, belim yəni ağrıdı. Hə, o mənim bir də o mənim problemim idi. Nə bilim əsəbə mata gəldim, əsəbim bədənimdən çıxdım, buramda bir ağrı yarandı və qorxdum. Yəni ki, incitdim. Buradan mən həyat dərsi çıxartdım. Nəyə əsəbləşirsən, kimə və orada iç səsim var idi. Ayda qırılacaqsa qırılsın da boynum. Mən bu iç səsimi eşidəndə mən o qədər şoka girdim də. Yəni indi də danışanda belə deyirəm ki, yəni niyə də? Yəni bir kimin iç səsidir? Bir yəni həyatdan bu qədər niyə şey eləyə bilərsən də? Yəni qırılırsa qırılsın nədir? O mənim məsələn şey idi də. Yəni böyük ehtimal həyatdan bezdiyim və sair bir dönəm idi, amma heyfini bədənimdən çıxartdım da. Yəni o iç səsini eşitdin, bunu həyata tətbiq edirsən, dönüşdürürsən. Budur məsələ. Düzdür. Bir də bu yaxınlarda mən deməli elə ki qəlbimi belə şey kimi qabın içində saxlayırdım da. Və onu heç kim qırmasın. Belə bir şey. İndi bilmirəm bunun nə dərəcə uyğundur. İndi ağlıma gəldi. Mən yaşadığım fərqindəlik bilmirəm səhvdir, düzdür də. Və qəlbim qırıldı. Gözümdən yaş axdı. Və özümə belə bir şey çıxartdım ki, qəlb qırılmaq üçündür, yaş gözdən axmaq üçündür. Yəni bu hər şey hamı üçündür. Yəni biz qəlbimizi qırılmamaq üçün qoruyuruq. Amma icazə verək həyatda qırılsın ki, daha da yenidən yapışa bilsin də. Yəni yenidən birləşib, yenidən o sevgi içinə dola bilsin. Yəni artıq qəlbimi o qədər də şeylə qorumuram. Bir şey ki, çox qoruyarsan o sınar. Amma bu şeyə baxanda ki, qəlb qırılmaq üçündür, yaş gözdən axmaq üçündür, həyat elə bir ki, yaşanılır da. Biz məsəl üçün də əvvəllər bütün tuşlara basırsan ki, yoga eləyim, idmana gedim, onu eləyim, bunu eləyim. Bütün tuşlara basırıq ki, yaşayaq. Amma desən ki, yoga mənim həyatımın bir parçasıdır və məsələn, indi sən müəllimsən, ola bilsin ki, indi soruşacağam nə qədər praktika eləyirsən, o hissəsindən də. Amma yəni, məsələn, mən tələbə olaraq, bu mənim sadəcə beynimi sakitləşdirmək üçün bir alanımdır. Yəni, mən burada heç kimdən yarışmıram. Məsələn, mənim ən çətinlik çəkdiyim şey o idi da. Məsələn, qrup dərsinə qoşulurdum onlayn olaraq. Məndən sonra gələn adam daha yaxşı hərəkətlər edirdi. Yəni, baxmayaraq ki, mən məsələn 2 aydır başlamışam, o 3 dərsdir gəlir, amma çox yaxşı hərəkət edirdi və artıq mən motivasiyam düşdü və başlayıram bədənimdən alacaqlı kimi davranmağa ya da artıq soymağa da. Yəni, bu şeylər indi artıq, məsələn, böyümüşəm, elə düşünmürəm də, düşünürəm beynim olarım deyə. Böyük qız oldum. Böyük qız oldum mən də. Amma yəni işin bu tərəfləri də var da. Bunu da biz də, yəni o matda oturan insanda, müəllim pozisiyasında olan insanda çox bilinçli olmalıdır bu şeylərdə. Hə, bilinç, bax, dediyin, sən müəllimsən, dediyin bir dənə söz tələbəni o qədər təsir eləyə bilər ki, mən bunun fərqində oldum. Bir dənə bir Azərbaycanda bir yerə getdim. Orada yeni müəllim olmuşdu. Həm dəstək olmaq məqsədi ilə belə dərslər keçirdilər. Orada mənə bir dənə söz dedi və mənə dedi ki, sizin skalyozunuz var. Yox, sizin beliniz əyridir. Mən bilirəm, mən skalyozum olub, amma mənim belim, yoqanın faydaları deyirəm, mənim belim yəni çox əyri idi də, mən belə gəzirdim. Yəni hardasa bir 10 il falan əvvəl elə gəzirdim. Mən zamanla belimi düzəltmişəm, duruşumu düzəltmişəm, amma bir müəllim sənə deməməlidir ki, sənin belin əyridir. Bilirsən, yəni bilmərsən, o onun hansı nöqtəsinə toxunacaq. Məsələn, mən onu o qədər dərd elədim ki, yəni mən yoga müəllimiyəm, bilinçliyəm də, bilirəm ki, yox mən düz dayanıram, bilirəm skalyozum olub və s. amma o mənim travmamı tetiklədi də. Yəni çünki mən bu beldən çox əziyyət çəkmişəm, çox bilirsən necə, yəni uşaq vaxtı gedirsən, korset alırsan və deyirlər ki, şeydir, ayda bu uşaq çox ciddidir, çox ciddidir. Bunu həkimlər də eləyir. Bunu nə bilim o ortopediyada işləyənlər və s. hamı eləyir və bu bizə elə gəlir ki, bu böyük bir problemdir. Amma biz bir şey insan olduğumuzu unuduruq da.
insan üçündür də hər şey. Yəni Allah səni mənim özümə dediyim və hamıya dediyim şey, Allah səni yaratmayıb ki, sənə ancaq yaxşı günlər versin. Allah səni yaratmayıb ki, səni ancaq sağlıqlı eləsin. Yəni sağlıqlı günlərdə, sağlıqsız günlər də ola bilər də, amma hansınla nə dərəcədə sən insan üçün olduğunu xatırlamaq. Deyirsən, qəlbim qırıldı. Bir iş yoldaşım var idi və biz bir şey üçün bir 3 nəfəri aramızda bir nəfəri də almaq istəyirik. İndi o təzə gəlib. Qız qayıtdı mənə dedi ki, bəs şeydir. Ayda birdən o bizə nəsə pislik eləsə, nəsə də xətrimizə dəysə, dedim ki, bəs şeydir də, yəni eləsin də. Yəni o eləyəcək və biz görəcəyik ki, o eləyib də. Mənim yanaşmam odur ki, sən sevməyə yenə davam elə. Məsələn, mən sevməyi heç vaxt buraxmaq istəmirəm. İnsanları sevməyi, insanlara güvənməyi heç vaxt buraxmaq istəmirəm. Çünki ola bilər güvənim sarsılır, ola bilər. Hə, bu demək deyil ki, bir adam güvənimi sarsdı, ikinci dəfə yenə eyni. Bu deyil. Hə, dərs çıxartmayacağam demək deyil. Amma dərs çıxararaq özünü qoruyaraq, özümüzü çox qoruma altına almışıq. Sən deyirsən, bütün tuşlara basmaq. Mən də məsələn mənim öz ailəmi qucaqlaya bilmədiyim zamanlar var idi ki, sevgi verə bilmirdim. Yəni sevgi necə verilir bilmirdim. Rəfiqələrim gəlirdi, belə məni qucaqlayırdılar falan. Deyirdilər ki, sən də qucaqla da, amma içimdə bir şey var idi və o mənim də o soyuq tərəfimi ancaq hər kəsə göstərirdim. Sonra nə oldu? Çox soyuq tərəfdən çox empatiya quran tərəfə keçdim. Bu dəfə də qəlbim qırıldı. Həyat balansı bir şəkildə mənə uyğunlaşdırdı. İndi çalışıram ki, o balansı da, sənin balansı yoxdur sözün, okey. Amma düz deyirsən. Amma düz deyirsən. Müəllimim də dedi, bəlkə də elə balans budur. Yəni ilk çox soyuqsan, heç emosiyalarını özə verirsən, sonra çox lazım olan şey desən də, yəni lazım olan yerdəsən. Məsələn, mən balansdır, potensialdır. Bu son zamanlarda bu şeyləri tapmışam. Yəni yaxşı eləmisən, mən də elə düşünürəm. Məsəl üçün, Kəmal, sən buralarda olmamalısan, sən daha yaxşı yerlərdə olmalısan. Yox, mən potensialım budur. Mən bura qədər gətirə bilmişəm. Lazım gələcək, həyat məni aparacaq, böyüyəcəm. Amma indi nəyim varsa budur. Mən artıq inanmaq istəmirəm ki, mənim böyük bir potensialım var, məni orada bir həyat gözləyir. Budur, mən bundan ibarətəm. Bunu qəbul edəndən sonra çalışmaq daha rahat olur. Yəni balans yoxdur. İş həyatında balans yoxdur, ailə həyatında yoxdur. Yəni bəzi zamanlarda mən ona görə ayı bölmüşəm. Əsəbləşdirmə bu qızı. Ayın 10 günündə tam ki işdə balans qoruyacağam. 20 gündə ailədə qoruyacağam. Amma 20 gündə yoldaşım orada tək qalacaq. Məsələn 10 günü tək qalacaq. Çünki mən burada işləməliyəm. Yoldaşım mağdur. Hə, yəni ya da mən burada işimi buraxacağam, yoldaşıma məşğul olacağam. Yəni bu balansı belə görməyək də, hər şey belə. Belə də balans ola bilər. Deyil. O balansı tutuzdurmağa çalışanda onsuz da belə olursan, belə idinsə belə olursan. Yəni o qədər başayaq gəlirsən də, yəni heç bir şəkildə olmur. Mən iş həyat balansı sözündən zəhləməyəm. Və yoxdur onsuz da. Yəni mən məsələn bu dəqiqə mənim həyatımın ən işimə fokuslandığım andı və o qədər belə zövq alıram da. Yəni okey də. Məsələn yuxum azdı, hə okey də. Halbuki mən yuxusuna çox belə şey olan adamam da, düşkün olan adamam. Yuxum azdı, amma zövq alıram. Yəni 3 saat dərs dalbadal dərs keçirəmsə. Bəs indi sənin həyatından danışaq da. Məsəl üçün öz həyatında yoga praktikası hardadır və bir günün necə keçir? Hə, bir günün necə keçir? İndi bir düzdür, sən korporativdən ayrılmısan təzəlikcə. Təbrik edirəm bu arada. Amma yəni deyək ki, bu keçən həftə belə deyildi də. Yəni necə idi həyatın? Necə özünə vaxt ayırırdın? Məsələn, bu qədər insanlara vaxt ayır deyirsən, özün necə vaxt ayırırdın? Etiraf edirəm, vaxt ayıra bilmirdim. Nə yalan deyim. Yəni vaxt ayıra bilmirdim və mən bədənimin həqiqətən də özümün necə xəyanət elədiyimi gördüm. Storylərdə bəzən paylaşıram. Onlar öz yaşadığım şeyləri əslində düşünürəm ki, insanlar da yaşaya bilər. Xəyanət dediyimiz şey onsuz da sənin mənə, onun buna xəyanəti deyil. Mən öz bədənimə necə xəyanət? Mənim məsələn spesifik bir çəkim var da, müəyyən bir çəkim, indi çox demirəm. Məsələn 80. 80. Məsələn, həmin çəkidən artmışam. Və bu yoga 2-3 həftədir sadəcə öz şəxsi praktikam yoxdur deyə belədir. Yəni hələ onu soracaqdım ki, məsələn yoga ilə arıqlamaq olur. Yoga ilə arıqlamaq necə olur? Məsələn, mənim və
olduğum çəkidən 3 kilo çox olmağıma rəğmən mənə deyirlər ki, sən arıqlamısan. Hə, mən də sənin üzündə onu istəyirəm. Bu nəyə görə belə? Bədən yığılır. Hə. Və bədən yığılır, bədənin müəyyən hissələri yığılır və əzələ artmağa başlayır da. Yəni çəkidən gedir. Məsələn, ayağımın üstünə mənim ayaq biləklərim məsələn mənə görə biraz belə enli idilər. Mən bir müddət sonra baxdım ki, incəliblər. Necə incəliblər? Yəni bütün gün başımın üstünə qalxıram da, yəni evdə. Yəni qan dolaşımını artırır deyə yoga. Ona görə hər şeyə xeyirdir. Çəki atmaq olurmu deyə bilmərəm ki, hə qısa müddətdə gəl çəki verəcəm. Mən onsuz da vəd verməyi və gözlənti yaratmağı sevmirəm. Yəni bu mənlik deyil. Amma bədənin formaya gəlməyini istəyirsənsə, fiziki olaraq həqiqətən sağlam olmaq istəyirsənsə, enerjili olmaq istəyirsənsə, mənim bədənim məsələn son həftələrdə əllərim qırılırdı, yəni sümüklərimdə bir ağrı var idi. Yəni deyirdim, ay da niyə görəsən? Və xəstə falan deyildim də, yəni sadəcə bədənim özünü göstərməyə çalışır ki, mənə diqqət ayır. Tamam, deyirsən, o dediyin şey özünüzə vaxt ayır deyirsən, amma sən də özünə vaxt ayır da. Hə, necə keçir desən, məsələn, səhər saat 8-də dərslər olursa, həftədə 2 dəfə səhər saat 8-də gəlir, saat 5:40-da oyanıram, hazırlaşıram, gəlirəm bura Neftçilərdə. Neftçilərdən elmlərə gəlirəm, studiyamız elmlərdədir. Elmlərə gəlirəm buraları düzəldirəm, rahatlayıram, nə bilim, matlar sərirəm, çayımı qoyuram və s. 1 saat 8-də dərs başlayır, 1 saat dərsimlə məşğul olam, sonra yavaşca yığışıram, gedirəm korporativ işimə. 10-da başlayır işin? İşim 10-da başlayır. Hə. Gedirəm işimə, axşam İşin saat hardaydı? İşim 28-də. Axşam saat 6-ya qədər işdə oluram, orada indi işlər və s. axır, müştərilərsə. Və sonra axşam 20:15-də də 20:00-20:15-də dərsim olur bəzi günlər. Onlayn? Yox, burada dərsim olur. Və oradan dərs işdən çıxıram. Dərs varsa əgər gəlirəm. Dərs varsa niyə görə deyirəm? Çünki bəzən bunu da xahiş edirəm. Kimsə izləyirsə və OneFit və Push 30 istifadə edirsə, kütlələrə səslənirəm. Dərslərə heç olmasa 2 saat əvvəl yazılsınlar. Və keçən dəfə bir situasiya oldu. Düzdür, mən o situasiyaları dəyərləndirirəm və bu mənim sevdiyim sahədir deyə çox belə şeyləmirəm də, gülərək qarşılayıram. Okey ola bilərsən. Gəlmişəm qapının ağzına qədər dedilər ki, bəs ləğv ediblər dərsi. Yarım saat əvvəl dərsi ləğv ediblər dedim. Ay da, yəni niyə də? Yəni mən məsələn müəllim olaraq, məsələn keçən dəfə bir nəfər gəlib deyir ki, bəlkə dərsi keçməyə mən təkəm. Deyirəm ki, niyə? Deyir ki, sizə əziyyət olar. Deyirəm ki, yox da mən gəlmişəm də bura qədər. Sizin üçün gəlmişəm də. Yəni bu adam, mən inanıram, bu adam bu addımı atıbsa, o paltarı geyinib gəlibsə, o işdən yorğun arğın yoga dərsinə yazılıb gəlibsə, mən bura gəlməliyəm. Bu mənim müəllimlik öhdəliyimdir. Mən belə düşünürəm. O da dedi ki, yaxşı yarım saat eləyək. Elə oldu ki, 1 saat dərs keçdi. Heç xanım hiss eləmədi. Dedi ki, ay da 1 saat necə keçdi? Heç hiss eləmədim də. Yəni onu o şəkildə tənzim və mən heç vaxt düşünmürəm. 1 nəfər gəlir, 5 nəfər gəlir, 10 nəfər gəlir. Yəni gələn hər insanın həqiqətən də, yəni bura gəlibsə, burada olmalıdır. Burada ləğv eləyibsə də gəlməli deyil. Demək ki, bir şey olmalıdır ki, gəlməyəcək. Mən də artıq o dərs ləğv olunmalarına, görüş ləğv olunmalarına əvvəllər çox əsəbləşərdim. İndi elə bilirəm ki, yəni bədənimin şeyidir. Yəni bədənim mən istəmədim deyə əslində olmadı. Hə. Elə olur. Hə. Yəni ya o insan istəmədi o heç, amma yəni ləğv olan heç nəyə artıq əvvəlki kimi üzülmürəm ya da demirəm ki, insanlar mənim vaxtıma girdi, nə elədi? Yəni belə olmalıymış. Ya da gecikəndə o qədər etməli olduğum iş var ki, o gecikdiyi zamanda edərəm də. Yəni yəqin ki, bu da böyüməkdir. Yəni əvvəllər mən bu şeyin üzərində çox dayanıram. İnsanlar niyə belə məsuliyyətsizdir? Yəni onu nə qədər deyirdimsə, o qədər insan çıxırdı qabağıma. İndi onu buraxdım deyə elə bir ki, çox azalıb. Bir də qınadığın şeylə sınanırsan. Yəni heç vaxt eləmərəm dediyin şeylə sınanırsan və ona görə də mən həmişə sözlərimin sonuna amma ola bilər insanlıq deyirəm. Bunu yəni həqiqətən də belə düşündüyüm üçün belə deyirəm. Çünki insanlıq hər cür halımız ola bilər. Yəni tamam məsuliyyətsizlik eləyib gəlməyən və yaxud da ki, bunu da mən bilə bilmərəm axı onun həyatında nə baş verib. Yəni deyə bilərəm ki, ayda insanlar bu necə məsuliyyətsizdir, amma bilmirəm axı fonda nə baş verib. Yəni çünki mən də həyatımda yaşamışam. Həyatımın elə dönəmlərində nə bilim, həyatımda çox hadisələr baş verib, amma şəhərdə hamı öz həyat ritmində davam edir. Heç kəs bilməyib ki, mənim həyatımda nə baş verir və mən də eynilə.
Yəni empatiya da belə bir şeydir də, onsuz da çox da yox, amma empatiya çox yaxşı hissdir. Çox insana lazım olan yumşaq bacarıqlar deyirlər. İntellekt məsələsi də bu, emosional zəkası yüksək olanda zaten insanları anlayırsan. Biraz panyatkalı davranırsan. Dünənləri anladım ki, yəni panyatkalı sözü var. Panyatkalı olmaq əslində emosional zəkasının yüksək olması deməkdir. Elbə ki, biz onu elə araya salıb deyirik, amma panyatkalı insanlara artıq emosional zəkası yüksək olan insanlar kimi baxıram. Bu mənim baxışımı çox dəyişdi. Yəni artıq insanlara elə dəyərləndirəm, daha maraqlı olur mənim üçün, bilmirəm. Yaxşı, indi məsəl üçün yoqaya başlamaq istəyən, yavaş-yavaş sallandıraq. Nə qədər? Bir saatdır. Yoqaya başlamaq istəyən, başlamayan, nə demək istəyərsən? Yəni buradan son olaraq insanlara 10 milyon Azərbaycan xalqı izləyir burada. Onlara nə demək istəyərsən? Şey var, məsələn, bu video qabağınıza çıxdısa təsadüf deyil. Şablon marketinq sözləri, hə. Əslində belə sehirli sözlər kimi görünür, amma marketinq sözləri də olar. Okay. Hə, bu. Nə demək istəyirəm? Bədənlərinə diqqət eləsinlər. Yəni sadəcə özümüzə vaxt ayırmaq. Eləsinlər deyəndə də burdan ora səslənirmiş kimi olur, amma hamımız eləyək. Çünki və ən əsası insan olduğumuzu qəbul eləyək. Yəni biz yaxşı şeylərin, pis şeylərin, nə bilim, bizim üçün olduğumuzu başa düşək. Yəni və bədənimizi biraz şablon səslənə bilər, amma bədənimizi sevmək lazımdır. Yəni məsələn, qarnını qəbul eləməyən qadınlar var da, alt qarnım belədir də, sənindir də, yəni bir mənimsə, sən onsuz da mənimsəyəndən sonra bu alt qarnın getməyə lazımdırsa gedəcək. Bir bax da bu qarın niyə burdadır da? Yəni və yaxud da ki, nə bilim, ayaq biləyim niyə belə şeydir, bəlkə hərəkətsiz adamsan. Amma Allah da səni elə yaradıb da, yəni sən əgər özünü sevməsən, məsələn, mimikalarına bax və bu mənim özümü dönüşdürən bir şey idi. Özünə ən sevdiyin insanın gözün, yəni sanki ən sevdiyin insana baxırsanmış kimi bax. Ən sevdiyin insan kimdir? Anan ola bilər, bacın ola bilər, uşağın ola bilər. Düşün ki, qarşındakı həmin adamdır və özünə onun gözündən bax. Necə məsələn uşağına baxanda belə ürəyinin yağları əriyir, məsələn də deyirsə, ay da nə qəşəng, məsələn, mimikaları var. Ay da buna bax, necə bir özünə də o şəkildə baxmalısan da, yəni. Və bu həqiqətən də mənim həyatımı dönüşdürən şeylərdən biri idi. Yəni bir də nəyik də bizdən bu arada egoistcə səslənən bir şeydir və özündə səni sevən insanların gözündən bax özünə. Məsələn də sən məni çox istəyirsən, amma mən də deyirəm ki, sən niyə məni çox istəyirsən də? Amma o adamın səndə gördüyü şeylər o qədər fərqli şeylərdir ki, bir yəni oradan baxmağa çalış. Bəlkə fikir ala bilərsən ki, hə, sən məndə nəyi xoşlayırsan? Bu sənin özünə qarşı olan hisslərini balanslaya bilər. Sən necə görünürsən insanlara? Bu şəkildə və həqiqətən bədənimizin qayğısına qalaq. Çünki bədənimiz bizim evimizdir də, yəni ən dəyərli. Bədənimizin qayğısına qalmasaq heç bir yerdə aidlik hiss edə bilmərik. Ona görə də təşəkkür edirəm Səkinə sənə. Qapıları açdığın üçün. Doğrudan da insanın bəzən başqa sahədən olan, indi sənin qəlbində yerin başqadır. Çünki biz neçə vaxtdır tanışıq və sənin o bütün dönəmlərinə şahidlik edən biri kimi. Yəni sənlə durub harda getmişdik, Maçdağa getmişdik, hara getmişdik. Nə oldu? Haraydı ora? Muzeyinə getmişdik. O ikimizin də həyatında fərqli dönəmlər olan bir zaman idi. Yəni bir-birimizin o dönəmlərini görmüş adamlarıq və sənin dəri ayaqqabılar satmaq istədiyin o dönəmini xatırlayıram. Yəni o Səkinə bambaşqa, uğursuz. Yəni hər şeyi yoxlayırdın da, sən də o tuşlara bastığın zaman var idi. Amma insan bir yerdə deməlidir ki, mən yerimdəyəm. Məsəl üçün sən indi yoga ilə bağlı söz deyə bilirsən. Hə, yerimdəyəm deyə bilirəm. Yəni sabah başqa bir sahəyə belə getmək istəsəm, yoga mənim ən sevimli uşağımdır da belə. Çox gözəl. Yəni insan sevinir. İnsan sevinir ki, məsəl üçün uzun illər tanıdığı, dəyər verdiyi bir insan onu tapıb. Yəni mənim üçün aşağı belə deyim də, etiraf eləsəm, yəni həyatda öz yoldaşını tapmaqdan daha önəmli birinci işi qoyuram. Yəni iş nəyə?
biz istər-istəməz, bəlkə də bu fikrim dəyişəcək illər sonra, amma bu dəqiqə düşündüyüm odur ki, insan şeydə tapsa da, yoldaşında tapsa da, amma bir tərəfdə həmişə bu boşluğu qalacaq. Boşluq. Mən nə yarayıram, nə işə yarayıram? Yəni sən sadəcə bəlkə də yoldaş olaraq, missiyan yoldaş olaraq var olmaqdır, o başqa. Amma yenə də özünü yerində hiss eləməyəndə, məsələn, evinin içində belə, məsələn, mətbəxində belə bir şey hazırlayaraq var olmağı seçə bilərsən. Deyə bilərsən ki, bu mənim işimdir. Bunu içində belləyəndən sonra türklər demiş, artıq bildin ki, bu mənim missiyamdır və bunu dəqiqləşdirəndən sonra həyat daha yaşanılar bir yer olur və bəlkə də həyatda bunu izləyən insanlar arasında belə yerində olmayan insanlar var, amma onu demək istəyirəm ki, Səkinə o dövrümdən keçmişdi. Məsələn, mən hazırda sorğuluyuram, yerindəmiyəm. Yəni, hər an başqa bir şey ola bilər də. Yəni, hayır, bizi bırakıb getmə. yəni, həmişə bunu deyirəm. Yəni, çox da başa düşürəm ki, həyatımdakı məndə həmişə sorğular olur. Mən niyə buradayam? O şeyi, o sualın cavabında ki, mən niyə buradayam? Tapandan sonra bəlkə daha rahatlaşacağam. Sənin üzünə baxanda hiss eləmək olur ki, sən niyə buradasan, onun cavabını tapmısan. İnşallah ki, işlədiyin insanların sayı artsın. Çünki sənin Azərbaycan xalqının sənin kimi bir yogiyə ehtiyacı var. Sən 2025-in ən parlayan yogisən bizim üçün. İnşallah ki, bundan sonra yollar sənin üzünə açıq olsun, tələbələrin bol olsun, studiyaların geniş olsun. Namaste. Namaste. Çox sağ ol Kəmalə. Yəni mən də çox sağ ol demək istəyirəm və o dediyin yolla bağlı bir şey var. Bunu da danışım. Mənim çarəsizcə yerdə oturub qarşıdakı adama, sevdiyim insanlara dediyim bir şey var idi. Mən öz sahəmi tapa bilmirəm. Yəni mən harda olduğumu və bunu ağlaya-ağlaya və çarəsizcə dediyim vaxtlar var idi və həqiqətən də o boşluq deyir sənə. Yəni demək olar həyatımda hər şey var idi. Əslində işim də var idi və o vaxt üçün kifayət qədər yaxşı idi və s. Həyatımda hər şey qaydasındaydı, amma o boşluq içimdə o qədər yer eləmişdi ki mənə və deyir sənə, sən o boşluğu doldurandan sonra onsuz da yanına gələn insanlar da o şəkildə olur. Yəni artıq doğru insanlar olur və mənim adıma sevinməyinə çox sağ ol. Çünki sevinməyi çox adam bacarmır başqalarının adına. Sevincini bölüşməyi və sevinməyi də çox adam bacarmır. Mən bunların ikisindən də belə yəni də dərd yaşayan insan olaraq deyə bilərəm ki, çox sevinirəm ki, sevinməyinə sevinirəm yəni və həqiqətən də şükr edirəm ki, bu dəqiqə ətrafımda məni dəstəkləyən və bunu mənə bildirən insanlar var. Sən də çox sağ ol mənim danışmağı çox xoşlayıram. Xüsusilə yoga gələndə belə, amma yaralı yerlərə, mənim danışmadığım, demədiyim yerlərə toxunduğun üçün də çox sağ ol. Bu şəkildə. Sən də məndən yerin çox xahişim budur ki, bundan sonra danış lütfən. Yəni aç kameranı, canlı yayımı aç, nəyinə, dərsində bir dənə ştatifi qoy ora, danış, çək. Yəni bunları özün tərəfdən göstər. Yəni insanlar görsün ki, yoqanın o tərəfi də var. Yəni mən məsələn evdə otururam, bunu fikirləşirəm, onu görürəm ki, Səkinə də mən kimi düşünürsən, bunu danışmaqca heç kim bilməyəcək. Həmişə dediyim şey. Tamam. Bye bye. Sağ olun. Sağ ol, qapı özün bağla. Sağ ol. Sağ ol.